Türkiyədə mütləq tutulan qərarı da təbii ki, dövlətin məhkəməsinin çıxartdığı qərarı icrası həmən gerçəkləşməli idi. Ona dirəniş var idi. Bir çoxları məhkəmənin qərarını bugünkü iqtidarın müxalifətə olan münasibəti kimi dəyərləndirir. Bəziləri ayrı-ayrı şəxsləri hadisələrə şəxsi prizmasından yanaşı mövqe sərgiləmək istəyir. Amma çoxları dövlətin maraqlarını udur. Çünki dövlət maraqlarını düşünən insanlar azdır, Zahir bəy. Nə yaxşı dövlətimiz var Türkiyədə, o öz bu maraqlarını qoruya bilir. Amma o çətinlikdə yaşayan dövlətin özünün mahiyyətini dərk edib, onun nə etmək istədiyi haqqında düşünənlərin sayı nə yazıq ki, orada da azdır. Amma ən sevindirici haldır ki, belə bir dövlət var ki, o heç kimi tanımadan prinsipləri uğrunda mübarizə aparır və bütün hallarda qalib gəlir. Bugün Türkiyədə Cumhuriyet Halk Partisinin haqqında məhkəmə qərarının verilməsi, bundan öncəki Kılıçdaroğlu'nun seçilmədiyi qurultayda hilə işlədildiyi, qurultayın nəticələrinin tanınmaması, təbii ki, Cumhuriyet Halk Partisinin qurultay nümayəndələrinin ifadələr əsasında verilib. Hansısa bir yad onlara aid olmayan insanlar orada iştirak eləməyib. Minlərlə şikayətçi də CHP'lilərdir, bəli. Minlərlə CHP'çilər məhkəmədə ifadə veriblər ki, biz qurultaya gəldik. Qurultay zamanı bələdiyyə başkanları hansı fəaliyyətdə oldu, il başkanları nələdi, kimlə görüşdülər. Telefon paylamaq söhbəti. Valizlərlə pullar gəldi, yəni bizim çuvallarla belə deyək, pullar gəldi, o pullar paylanıldı. Bunların hamısı seçkilərə təzyiqdir və seçkilərin nəticələrinə qarşısını almaq üçün bir siyasətdir. Azərbaycanda və dünyada da hər yerdə seçki zamanı pul paylamağın özü nəyə sayılır? Səsi almaq, pulla almaq sayılır. Səsi oğurlamaq kimi bir cinayət tərkibli maddə var ortada. Onlar da izahat verirlər ki, bu belə hadisələr oldu və sonraki proseslərdə də istintaq uzun sürədir gedir. İmamoğlu'nun həbs olunmasından da öncəki dövrə gedir. Bəli. Və orada istintaq aparır, araşdırma aparır. Oradan da İmamoğlu rəhbərliyində Cumhuriyet Halk Partisinin içərisində maddi gücün hesabına ayrı-ayrı qüvvələri əl almaqla partinin içərisində zorakılıq gerçəkləşdirərək hakimiyyət, siyasi hakimiyyət partiyada ələ keçirilib. Seçki olmuyor. Seçki görüntüsü yaradılıb. Bunu da dövlət, Türkiyə dövləti üçün ləkə hesab edib. Bu ədalətsizliyin qarşısının alınmaq usulunu dövlət mübarizəyə qoşulur. Və araşdırmalar nəticəsində dövlət bir daha hər kəsə qarşısına sərgiləyib ki, bəli, Türkiyə dövlətində və Türkiyə dövlətinin siyasətində böyük bir ləkə var, o təmizlənməlidir. Bu proses niyə baş verir? Niyə İmamoğlu iradəsində özgür özəl kimi ayrı-ayrı partiya funksiyonerləri bu addıma nəyə gedib? İndi gələcəkdə orada açılacaq ki, özgür özələ neçə milyon vəsait pul təklif olunub, onlar da aydınlaşacaq. Onu da görüm nə deyəcəklər. Ayrı-ayrı sonra deputat olan adamlar necə və hansı yollarla ələ alınıblar. Burada pul vəsaitindən söhbət gedir, Zahir bəy. Bələdiyyə başkanları sonraki dövrlərdə niyə seçiliblər, kimlər, hansı, nəyə görə, hansı ilçədən, hansı ildən adaylıqları verilib, onların hamısı məhkəmə prosesində ortaya çıxacaq. Ayrı-ayrı qəzet məqalələrindən biz danışmırıq. Ayrı-ayrı ifadələrdən danışmırıq. Məhkəmə prosesində faktlardan danışırıq ki, onların hamısı üzə çıxacaq və Türkiyə tarixində böyük bir olayın qarşısı alınmışdır. Mən bu olayı 15 iyul FETÖ darbəsinin növbəti mərhələsi kimi dəyərləndirirəm. Ona bərabər həm də bir proses kimi dəyərləndirirəm. FETÖ deyəndə təbii ki, Amerikanın, dış güclərin Türkiyə dövləti içərisində, əsgər içərisində, bütün kamu quruluşlarında, partiyalarda, hər yerdə örgütlədiyi bir çətə dövlət ələ keçirmək istəyirdi. Göydən bombalar tökürdülər. Türkiyənin əskəri geyimində olan generallar əmr verirdi. F-16'lar göydən bomba yağdırırdı. Bunu hər kəs görüb, tanklar küçələrdə çıxmışdı. Dövləti ələ alırdılar.
Dövlət alanlar da Türkiyə vətəndaşıdır. Adı Mehmet, Əhməd adlarında xalqın övladları kimi həm də Atatürk adına, Atatürk anlayışına bağlı bir bəyanat yayınlayırdılar. Bu dövr təbii ki, dış güclərin, yəni İraqı ələ keçirənlər, Suriyanı dağıdanlar, bugün İrana hücum edənlər, o dövrdə də 15 iyulda da Türkiyədə dövlət ələ keçirdilər bunların əlindən. O dövr bütün kamu quruluşlarında, qəzetələrdə, yəni media ayağı, dövlət qurumlarında olan ayaqlar, əskərdə, polisdə, hər yerdə olan bu çətənin yapılanmalarını qısa zamanda böyük manada qarşısını aldılar. Amma siyasi ayaqları qalırdı. Bu siyasi ayaqlardaydı, CHP'də yox, AKP'də çox sayılı, Millətçi Hərəkat Partisində və bütün partilərdə. Özəlliklə də Cumhuriyet Halk Partisində. Sayın Erdoğan'ın liderliği və böyüklüyü ondadır ki, AKP'dən, AK Parti'dən daha doğrusu, onlar elə təmizlədi ki, çox adam onu hiç hiss eləmədi. Kimlərin partidə onlarla işbirliğinin olduğunu bilib, onları yavaş-yavaş uzaqlaşdırıb partinə hər il yenilədi. Hər il yenilədi, onları artıq partidə söz sahibi olmaqdan məhrum etdi. Bu yaxınlarda Millətçi Hərəkat Partisində də böyük bir olaylar oldu. Onun üstündə 20'ye yaxın il, vilayət başkanları və o bölgədə olan bölgələrin, rayonların, ilçələrin başkanları görevdən alındı. Onların da partinin içərisində də bir böyük yapılanması vardı ki, Dövlət Partisinin iradəsi ilə onlar təmizləndilər. AK Parti Sayın Erdoğan'ın iradəsindən təmizlənir, hələ də proses gedir, çıxdıqca onlar uzaqlaşdırılır. Millətçi Hərəkat Partisi Dövlət Bahçəlinin iradəsindən təmizlənir. Cumhuriyet Halk Partisində əksinə partidən Kılıçdaroğlu onları təmizləmə əvəzinə onlar Kılıçdaroğlu'nu təmizlədilər. Yəni o gücləri ki AK Partidən Sayın Erdoğan, Millətçi Hərəkat Partisindən Sayın Bahçeli təmizlədi o gücləri ki. O güclər Cumhuriyet Halk Partisində əksinə dövlətə bağlı olan gücləri təmizlədi. 15 iyulda darbə yapan güclər Cumhuriyet Halk Partisinin qurultayında siyasətə, hakimiyyətə əl aldılar. Bu nə deməkdir? Bu deməkdir ki, o güclər növbəti prezident seçkilərində ya deyək ki, parlament seçkilərində çoxunluq əldə edir. 15 iyulda FETÖ'nün yapa bilmədiyi darbəni bunlar demokratiya yolundan həll edirlər və Conilərin hakimiyyəti Türkiyədə %100 bərpa olur.